21-ci sualına davam eləyək. Bizdən təbii zona, orada formalaşan torpaq örtüyü və rast gəlinən yarımada, daha doğrusu hansı yarımadada rast gəlindiyi soruşulur. Savanna və seyrək meşələr təbii zonası subekvator iqlim qurşağında olur. Orada qırmızı qonur torpaqlar yayılıb və Arnhem yarımadası da Avstraliyanın şimal-şərqində bu şərtləri ödəyən yarımadadır. Bir bizə lazımdır. Birin verilmədiyi variantları silmək olar. İkinci sətrə baxaq. Qarışıq və enliyarpaqlı meşələr, bu ən çox Avropa zonasında ola bilər. Qara torpaqlar formalaşa bilər. Yəni, qara torpaqlar normalda əksərən çöl zonasında olur, amma burada aid edilə bilər. Amma Florida yarımadası tropik iqlim qurşağındadır və dəyişkən rütubətli meşələr, o cümlədə musson təbii zonasının olduğu yerdir. Deməli, ikinci şərt bizə lazım deyil. Üçə baxaq. Həmişəyaşıl cölyarpaqlı meşə və kolluqlar bilirik ki, subtropik iqlim qurşağındadır. Subtropik iqlim qurşağının Aralıq dənizi tipində. Burada qəhvəyi torpaqlar var. Amma Bretan yarımadası Fransanın qərbində, Biskay körfəzinin şimalında mülayim dəniz iqlim tipindədir. Deməli, üçüncü şərt yanlışdırsa, bizə yalnızca C variantı qalır. Tayqa təbii zonası bilirik ki, iynəyarpaqlı ağac zonasıdır. Podzol torpaqlar, külə çalan torpaqlar o ərazinin spesifik torpağıdır. Skandinaviya yarımadasında da bu xüsusiyyətlər var. Deməli, dördüncü şərti götürüb 5-ə baxırıq. Çöllər. Çöllərdə şabaldı torpaqdan daha çox qara torpağı qeyd edə bilərik. Amma Koreya yarımadası bu şərti ödəyən yarımada deyil. Xəritədə, təbii zonalar xəritəsində Koreya yarımadasına diqqət eləsək, görərik ki, burada mavi rənglə dəyişkən rütubətli meşələr, o cümlədən musson, bir hissəsində də çəhrayı rənglə yüksək dağlıq relyef göstərilmişdir. Deməli, Koreyada bizim şərtimizi ödəmir. Meşə tundra, tundra qleli torpaqlar və Labrador yarımadası qütb ətrafı ərazilərdə bizim şərtimizi ödəyir. Cavab C variantı. Respublikamızın endemik bitkilərini müəyyən eləyək. Bu tip suallarda bizə daha çox kömək olan variantlardan biri adında milli adların və yaxud da ki, milli toponimlərin olduğu bitkiləri götürə bilərik. Əgər endemik deyirsə, yalnızca Azərbaycan ərazisinə aiddir desək, onda biz Qarabağ dağ laləsini, Lənkəran zambağını, Xəzər zəfəranını götürə bilərik. Cavab C variantı. 23-cü suala baxaq. Demək, mütləq hündürlüyü 1500 metrdən az olan dağ silsilələrini istəyir. Burada baxırıq ki, biz xəritəyə baxsaq Azərbaycan fizik xəritəsinə Ləngəbis silsiləsidir, Xocaşen silsiləsidir və yaxud da buro var. Bu üçü 1, 2, 5 ilə verilən bu üçü 1500 metrdən aşağıdır. Amma Dübrar 2205, Niyal dağla Qov dağı da Böyük Qafqazın cənubunda yüksək silsilələrdir. Deməli, cavab B variantını götürmək olar. Tropik xəttlə kəsişən səhralar soruşulur. Burada Atakama, bəli, Atakama tropik xəttlə kəsilir. Böyük Nəfud Ərəbistanda tropik xətti görməyən səhralardandır. Namib Afrikanın cənubunda tropik xəttlə kəsilir. Kiçik Nəfud Ərəbistanda tropik xətti görən bir səhradır. Dəşt-i Lut İranda tropik xətti görmür. Mojave Şimali Amerikada tropik xətti görməyən səhralardandır. Cavab A bəndə. Asiyanın sosialist ölkələrini müəyyən eləyək. Biz burada Çin Xalq Respublikasını, Koreya Xalq Demokratik Respublikasını, Vyetnamı və Laosu qeyd eləməliyik. Cavab E variantı. Əmək ehtiyatına daxil deyil. Kimlər? İxtisasına uyğun iş tapmayan diplomat. Bu adam iş axtarır. Deməli, iş axtardığına görə işsizdir. İşsizlər isə əmək ehtiyatına daxildir. Birinci şərt bizə lazım deyil. Yay vaxtı çimərlikdə işləyən ali məktəb tələbəsi. Ali məktəb tələbəsi artıq əmək qabiliyyəti yaşındadır və işləyir göründüyü qədər. Deməli, o da əmək ehtiyatına daxildir. İkinci şərt də bizə lazım deyil. Təqaüdə çıxmış sürücü. Artıq təqaüd yaşına çatanlar əmək ehtiyatından
ehtiyatına daxil olmurlar. 3 bizə lazımdırsa, deməli C variantında silmək olar. Xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alan iş qabiliyyətini itirmiş. Bilirik ki, iş qabiliyyətini itirərcəsinə əlilliyə sahib olanlar da əmək ehtiyatlarına daxil deyil. 4 də bizə lazımdır. 7-ci sinif şagirdi. Bu şagirdin təxminən 13-14 yaşı var və 15 yaşından az olduğuna görə o da əmək ehtiyatlarına daxil deyil. Restoranda günəmuz çalışan 20 yaşlı gənc, burada yaşı xüsusi qeyd edirlər gördüyünüz qədər. Eynən burada ali məktəb tələbəsi və ya 7-ci sinif şagirdi. Bunlar yaşına uyğunlaşdırılır. 20 yaşda 15-dən çox olduğuna görə əmək ehtiyatlarına daxildir. Cavab D variantı. 27-ci sualda xəritə sxemlərdə verilmiş A adasını, A adası burada görürük ki, Madaqaskardır. Madaqaskar. B adası isə Yeni Qvineyadır. Fərqləndirən əlamətləri A adasını, yəni burada A və B adasını fərqləndirən xüsusiyyətlər soruşulsaydı, birində olub, digərində olmayan şeyləri axtaracaqdıq. Amma burada A adasını B adasından fərqləndirəndə isə bizə Madaqaskara aid olan xüsusiyyətlər lazımdır ki, onlar Yeni Qvineyada olmamış olsun. Yalnız bir ölkə məxsus olması doğrudur. Yalnızca Madaqaskara aiddir, amma Yeni Qvineyada təxminən belə yarısı qərb tərəfi İndoneziyanındır, şərq tərəfi isə Papua Yeni Qvineyanın. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. İki işıqlama quşağında yerləşir. Yeni Qvineya adasını tropik xətt və ya qütb dairəsi kəsmir, amma Madaqaskar adasını tropik xətt kəsdiyinə görə o iki işıqlama quşağında yerləşir. Bizə ikinci şərt də lazımdırsa, avtomatik C və D variantlarda silinə bilər. Günəşin zəngdə olma hadisəsi baş verir. Hər ikisi tropik işıqlama quşağında yerləşdiyinə görə, yəni Madaqaskarın bir hissəsi, Yeni Qvineyanın isə tamamı. Günəş zenitdə olması baş verir. Müəyyən hissəsi subekvator iqlim quşağında yerləşir. İqlim quşaqları xəritəsinə baxsaq, bunun belə olduğunu görərik. Deməli, 4-cü şərtdə sildim. Bütövlükdə cənub həmkəsində yerləşir şərti ekvatorun Yeni Qvineya adasının şimalından keçdiyini nəzərə alsaq, bu da fərqləndirici xüsusiyyət deyil. Sahillər yalnız Hind okean suları ilə yuyulur şərti isə yalnızca Madaqaskara aiddir. Belə ki, Yeni Qvineya adası Sakit okeanında görür. Deməli, 6-cı şərtdə bizə lazımdır. Yer kürəsində orbit müstəvisinin meyillik bucağının dəyişməsi nəticəsində şimal coğrafi qütbü ilə şimal qütb dairəsi arasında ən qısa məsafə 1665 kilometr olmuşdur. Buna əsasən Günəş hansı ölkələrdə zenitdə ola bilməz? Biz əvvəlcə şimal coğrafi qütbü ilə şimal qütb dairəsinin arasındakı məsafənin neçə dərəcə olduğunu tapmalıyıq. Bunun ötürü 1665-i böləcəyik 111-ə, yəni 1 dərəcəli meridian qövsünün uzunluğuna, bu da eləyəcək 15 dərəcə. Deməli, əgər şimal qütbü 90 dərəcədirsə, ondan da 15 dərəcə cənuba gəlsək, şimal qütb dairəsi eləyəcək 75 dərəcə şimal eni. Amma normalda, bu təxəyyül sualıdır, normalda 66,5 dərəcə olduğunu nəzərə alsaq, belə çıxır ki, qütb dairəsi 8,5 dərəcə şimala doğru hərəkət etmişdir. Yəni, yerin orbit müstəvisinə, yerin xəyal oxuna müstəvisinin meyillik bucağı 8,5 dərəcə artmışdır. Onda tropik xətt də 8,5 dərəcə ekvatora doğru gələr. Hal-hazırki 23,5 dərəcəli tropik xəttdən 8,5 dərəcə çıxsaq, tropik xəttin 15 dərəcə şimal və cənub coğrafi enliklərdən keçdiyini görə bilərik. İndi bizə verilən variantlardan 15 dərəcə coğrafi enlikdən daha kiçik coğrafi enliyə malik olan məntəqələri çıxmalıyıq ki, bilək ki, onlarda günəş zenitdə olmur. Yəni, coğrafi enliyi 15 dərəcə şimal və cənub enliyindən daha kiçik olması lazımdır. Deməli, daha böyük olması lazımdır. A variantında Senegal var. Senegal coğrafi enliyi 15 dərəcədən kiçikdir. Deməli, burada günəş zenitdə ola bilər. A bəndi silindi. B bəndində Botswana, Haiti, Paragvay və Oman. Bunların heç birinin coğrafi enliyi
15 dərəcədən daha kiçik deyil. Belə çıxır ki, bunlar da günəş zenitdə ola bilməz. B variantı bizə lazım olan variantdır. Digərlərində Yəmənin coğrafi enliyi 15 dərəcədən kiçikdir. D variantında Gvatemala, Y variantında da Angola. Mən bunlardan yalnızca birini seçib xəritədən axtarıb tapdım və sizə də bildirdim. Cavab B variantı. Müəssisənin bir sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Müəssisə 30 sutkanın 12 sutkasını yanacaq çatışmazlığı səbəbilə daş kömürlə işləmişdir. Müəssisənin 30 sutka müddətində sərf etdiyi yanacağın ümumi çəkisinin neçə ton olduğunu hesablayaq. Biz bu qaydanı bilirik ki, yanacaq növlərinin istilik vermə qabiliyyətinin əmsalı bir-birindən neçə dəfə böyük olarsa, miqdarı o qədər dəfə kiçik olmalıdır. Neftin istilik vermə qabiliyyətinin əmsalı 1,5, kömürünki isə 1-dir. Yəni bunların aralarında 1,5 dəfə fərq var. Və 120 ton neft ehtiyacı olan bir müəssisənin 30 sutkanın 12-sini yanacaq çatışmazlığı səbəbilə daş kömürlə işləmişdirsə, deməli, biz buradan anlayırıq ki, əgər bir sutkada 120 ton neft işlənirsə və 120 ton və 18 gün neftdən istifadə olunursa, biz 18-i vuracağıq 120-yə, yəni bu başa düşülür. Onun da üstünə gələcək, yerdə qalan 12 gün də kömürlə işləyibdir və kömürün əmsalı neftin əmsalından 1,5 dəfə kiçik olduğuna görə miqdarı da 1,5 dəfə çox olmalıdır. 120-nin 1,5 dəfə çoxu 180 olacaq. Deməli 12 gündə 180 ton kömürdən istifadə edəcək. Deməli 18 gün 120 tonluq neftdən və 12 gün 180 tonluq kömürdən istifadə olunub. Nəticə etibarı ilə burada 4320 ton ümumi yanacaqdan istifadə olunub. Cavab D variantı. Cədvəl əsasən adım başına düşən dəmir filiz ehtiyatının artmasına görə ölkələri sıralayaq. Ölkələrin adları verilib, kəşf edilmiş dəmir filizinin ehtiyatı milyard tonla verilib və əhalinin sayı verilib. Bilirik ki, təbii ehtiyatların miqdarı iki cür hesablanır. Bir, hasil edildiyi templə davam olunduğu təqdirdə neçə ilə bəs edəcəyi, bir də hal-hazırki kəşf olunan ehtiyatın adam başına düşən miqdarı ilə. Burada adam başına düşən miqdarı ilə soruşulur. Baxırıq, Braziliyada 17,6 milyard ton dəmir filizi kəşf edilib və əhali 212,6 milyon nəfərdir. Burada biz 17,6 milyard tonu 212,6 milyon nəfərə bölsək, təqribən 82,7 rəqəm alınacaq. Sonra Avstraliyada 16 milyard tondur, 25,5 milyon əhali, bu eləcək 627. Rusiyada 57,8 milyard ton müəyyən edilib və 146 milyon əhali, bu da eləyəcək 395. Və Kanada 11,7 milyard ton ehtiyatı 37,7 milyon nəfər sayına bölsək, bu da eləyəcək 310. Burada biz, əgər bizdən artmasına görə istəyirsə, 1, 4, 3, 2 ardıcılığından istifadə eləməli olacaq. Yəni cavab Y variantı. Verilmiş bitkilərin daha çox əkildiyi ölkələri müəyyən edək. Pambıq, çəltik və buğdadan söhbət gedir. Pambıq bilirik ki, əsasən subtropik, tropik, yəni isti ərazilərə meyl eləyə bilər. Çəltik rütubətin və temperaturun çox olduğu əraziləri qeyd edə bilərik. Buğda isə mülayim iqlim qurşağının ərazilərini götürə bilərik. Demək, pambıq üçün biz verilənlərdən Misiri və Özbəkistanı götürə bilərik. Birinciyə 2, 3. Deməli, digər 3 variantını sildim. Çəltik üçün
Təbii ki, Taylandı və İndoneziyanı Cənub-Şərqi Asiya regionunu götürə bilərik. İkinciyə 5-6, deməli B variantda silinər və Qazaxıstanla Ukraynanı buğda üçün qeyd edə bilərik. Cavab A variantı. Respublikamızda yalnız 2 inzibati rayonla sərhəddə olan inzibati rayonları seçək. Gədəbəy, Tovuz, Şəmkir və Daşkəsən rayonlarıyla həmsərhəddir. Deməli, birinci şərt bizə lazım deyil. Zaqatala yalnızca Balakən və Qaxla həmsərhəddir. Deməli, D variantda silinə bilər. Ağstafa yalnızca Qazax və Tovuzla. Ağdaş, Yevlax, Şəki, Qəbələ, Göyçay, Ucar, Zərdab rayonlarından, Bərdə rayonundan da həmsərhəddir. Deməli, Ağdaşı götürmürük. Şərur yalnızca Sədərək və Kəngərli ilə həmsərhəddir. Füzuli, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonlarına həmsərhəddir. Cavab B variantı. Xəritə sxemlərdə təsvir olunan A və B ölkələri üçün ümumi olmayan əlamətləri müəyyən edək. A. Braziliyadır, B isə Hindistandır. Deməli, A və B ölkələri üçün ümumi olmayan deyirsə, birində olub digərində olmayan. Ərazisində yerləşən ərazisindən yerləşdiyi qitənin ən uzun çayı axır. Şərti Braziliyaya aid ola bilər. Yəni Amazon çayı, amma Hindistan ərazisindən Asiyanın ən uzun çayı olan Yansı çayı keçmir. Deməli, A variantı doğrudur. Əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə olan xalqlardır. Bu şərt ortaqdır. Hindistanda və Braziliyada. Burada Hindular, burada isə deməli, Portuqal dilli, Braziliya Cənubi Amerikanın Portuqal dilli ölkəsidir. Qəhvə və şəkər qamışı becərli subekvator iqlim qurşağında yerləşdiklərinə görə bu mümkündür. BRICS təşkilatına üzvlər bəli, Braziliya və Hindistan. Burada B və İ hərfləri, B və İ hərfləri bu ölkələrə aiddir. İki işğal qurşağında yerləşirlər. Bu da onların tropik xəttlə kəsilməsindən irəli gəlir. Deməli, cavab A bəndə. Azərbaycan Respublikasının ərazisində yerləşən ən əsas nəqliyyat qoşaqlarının yerləşdiyi şəhərləri seçək. Demək, biz burada Yevlağı, Şirvanı, Bakını və Gəncəni qeyd etməliyik. 3, 4, 7, 8 Y variantı. Xəritə sxem əsasında rəqəmlərlə verilmiş coğrafi obyektlərin hansının yeri səhv verilmişdir? A variantında 3 rəqəmli Süveyş körfəzinin göstərildiyi verilir və bu doğru fikirdir. Doğru fikir bizə isə səhv lazımdır. Deməli, A bəndini sildim. B bəndində Süveyş kanalı bir rəqəmi ilə göstərildiyi verilir və bu da doğrudur deyə götürmürük. C bəndində 2 rəqəmi ilə Nasir su anbarı verildiyi göstərilir. Burada isə Nasir su anbarı deyil, Ölü dəniz göstərilib. Deməli, C variantı bizə lazımdır. 4 rəqəmi ilə Əkəbə körfəzi verilib və bizə lazım deyil. 5 rəqəmi ilə də Qırmızı dəniz verilib və bizə lazım deyil. Səyyah şimal istiqamətində 6660 km hərəkət etdikdən sonra onun çatdığı coğrafi enliklə yer kürəsinin xəyali oxunun ətrafında fırlanma sürəti 90 dəqiqədə 1921,5 km olarsa, onun hərəkətə başladığı coğrafi enliklə il ərzində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağının 66,5 dərəcə olduğu coğrafi enlik arasında qalan ən qısa məsafənin miqyası bir bölünsün 40 milyon olan xəttdə 6,12 sm olduğunu nəzərə alaraq təhrifin neçə kilometr olduğunu müəyyən edək. Səyyahın deməli şimala doğru 6660 km getməsi bu 60 dərəcə hərəkət eləməsindən xəbər verir. Bunu hamımız bilirik. Amma səyyah elə bir coğrafi enlikdən hərəkətə başlayıbdır ki, ondan 60 dərəcə şimala doğru gedəndən sonra onun çatdığı məntəqədə yer öz ox ətrafında 90 dəqiqə 1921,5 km hərəkət edir. Görək bu hansı coğrafi enliyə çatıb. Deməli, əgər 90 dəqiqəyə 1921,5 km gedibsə, onda 1 dəqiqəyə bölsək tapırıq ki, 21,35 km hərəkət edib. Yəni 1 dəqiqəsi 21,35
kilometrdir. Və 1 dərəcəmiz də 4 dəqiqə olduğuna görə bu 21,135-i 4-ə vursaq eləyəcək 85,4 kilometr. Bu da hər birimizə məlumdur ki, 85,4 kilometr 1 dərəcəlik qövsün uzunluğu 40 dərəcəli paraleldədir. Deməli, belə çıxır ki, səyyah 60 dərəcə şimala doğru hərəkət edib 40 dərəcəlik şimal eninə çatıbsa, deməli bu 20 dərəcə cənub enliyindən hərəkətə başlayıb. Deməli, biz bu enliklə sözünə qədər tapdıq ki, söhbət 20 dərəcə cənub enindən gedir. Şərtin digər hissəsinə baxaq. İl ərzində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağının 66,5 dərəcə olduğu coğrafi enlik. Günəş şüalarının minimum düşmə bucağı 66,5 dərəcə olduğu məntəqə ekvatordur. Yəni, günəş ekvatorda maksimum dərəcədə 23,5 dərəcə coğrafi enliyi üzrə aralaşa bilər. Onların da fərqinin 90-dan çıxılması 66,5 edir. Deməli, söhbət 20 dərəcə cənub enliyi ilə ekvator arasından gedir söhbət. Deməli, bir məntəqəmiz ekvatorda yerləşir, bir məntəqəmiz 20 dərəcə cənub enində yerləşir. Artıq bunu müəyyən etmiş olduq. Ən qısa məsafədə 2220 kilometr olacaq. Miqyası 1 bölünsün 400 kilometr olan xəritədə 6,2 sm olduğunu nəzərə alaraq tərifin neçə kilometr olduğunu müəyyən edək. Biz bilirik ki, təhrif məsələləri 2 yolla hesablanıb, aradakı fərq tapılır. Bir yol dərəcə toruna görədir, bir yol da miqyasa görədir. Dərəcə toruna görə 2220 kilometr olduğunu tapdıq. 2220 kilometr bu bizim birinci tərəfimizdir. İkinci tərəfi isə biz 400 kilometr miqyasını 6,2 sm vurub ikinci həqiqi uzunluğu tapacağıq. Bu da eləyəcəkdir 2480 kilometr. 2480 kilometr. Bunların aralarındakı fərq 260 kilometrə bərabərdir ki, cavabımız D variantı olur. Zəfər yolunun keçdiyi inzibati rayonlar soruşulur. Zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşadan keçir. Bu da B variantında doğru verilib. 38-ci sualda xəritə sxemaya əsasən Rusiyanın türk dilli respublikaları soruşulur bizdən. Burada biz 2 rəqəmi ilə Çuvaşiyanın, 4 rəqəmi ilə Tataristanın və 6 rəqəmi ilə Başqırdistanın və ya Başkiriyanın verildiyini görürük. 2, 4, 6 cavab Y variantı. 39-cu sualda Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna aid qəsəbələr soruşulur. Burada Bakı şəhərinə aid qəsəbələr Bozovna və Lökbatandır. 1-ə C, F. Deməli, digər variantları silirəm. Sumqayıt şəhərinə aid olan qəsəbələr Hacıların Tağıyev və Corat qəsəbəsidir. Deməli, B variantda silinə bilər. Abşeron rayonuna aid olan qəsəbələr isə Ceyranbatan və Saray qəsəbələridir. Cavab C variantı. Süni və sintetik materiallar və kimyəvi lif kimya sənayesinin hansı sahəsinə aiddir? Buraya biz polimerlər kimyasını qeyd eləməliyik. Cavab D variantı.